Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. 9-cu siniflər üçün Demin 20 sınavının sınaq 15-in izahına baxacağıq. Bilirəm, çox uzun müddət olub əslində 9-cu sinif 20 sınaqların arasında, amma bir türlü vaxt ayıra bilmirdim. Çalışacağam bu gün bir neçəsini hazırlayım. Demək, sınaq 15-ə baxacağıq. İlk öncə uşaqlar qeyd edim ki, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Belə, məncə aydındır. Avqust ayından etibarən dərslərimiz başlayır. Yaxşı, deməli, birinci listening suallarına baxacağıq, amma uşaqlara əvvəlcədən qeyd edim. Videonu bəyənsəz, like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videonu paylaşmağı unutmayın. Əgər videolarımı daimi olaraq istəyirsinizsə, artıq abunə olmağın vaxtıdır deməkdir. Yəni, oradan abunə ol tuşuna basın zəhmət olmasa və bəyənsəz videonu paylaşmağı unutmayın ki, davamlı olsun bu videolarımız. Əgər bəyənməsəz, bir daha izləməyin videolarımı, yaxşımı? Çox böyük bir xahişimdir sizdən. Yaxşı, indi keçək suallarımıza. Bir dənə listening QR kodunu oxudum. Rahat olsun bizə. Okay. İndi nə deyir bizə listening suallarında? Why was tsunami called killer waves? Niyə deyir ki, öldürücü dalğalar adlanıb bunlar? Because it happens very often. Çünki tez-tez baş verir. It can be high as 100 feet. Deyir ki, 100 fit hündürlükdə ola bilər. Fit ölçü aiddir uşaqlar ingilislərdə. Because it can destroy in extraordinary great size. Deyir ki, qeyri-adi dərəcədə çox böyük ölçüdə məhv edə bilir o. Because it's caused by earthquake or landslide, deyir ki, torpaq sürüşməsi və yaxud da ki, zəlzələ tərəfindən səbəb oluna bilir ona. Yəni, zəlzələ tərəfindən baş verə bilir o. Because it can only harm people, yalnız insanlara zərər verir. Ən azından Y variantını rahat bir şəkildə çıxıram, çünki nə əlaqə? Sonra keçdik növbəti ikinci sualımız. The waves of tsunami, tsunami dalğaları are very weak, çox zəifdir. Can destroy cars, buildings, bridges, etc. Deyir ki, maşınları, binaları, körpüləri məhv edə bilər. Məntiqlidir. Can be as low as 100 meters. 100 metrə qədər alçaq ola bilir, hündür ola bilir məncə. Niyə alçaq olsun? Struck only Japan in 2004. 2004-cü ildə yalnız Yaponiyada olub da did no harm to Indonesia in 2004. 2004-cü ildə Indoneziyaya heç bir zərər vermədi. Məncə bu onluya görə çıxa bilərik deyini. Zəif sözünə görə A-da çıxa bilərik. Low sözünün məntiqsiz olduğuna görə C-də çıxa bilərik. Rahat bir şəkildə B-ni götürərəm. Sadəcə məntiqi cəhətdən düşünərək. Amma listeningə qulaq asacağam. Çünki o qədər də düzdür, biraz hər kəsdə məlumat vardır da, amma o qədər də dərin məlumatım olmadığına görə risk alıb listeningi dinləməməzlik etmirəm heç vaxt. Cavabı yazıram, amma yenə də dinləyib baxıram görüm düz yazmışam yoxsa yox. Üstə mətin nə haqqında? A disaster caused by ocean, okean tərəfindən səbəb olunan təbii fəlakət, volcanic eruption, vulkan püskürməsi, tsunami vulkan püskürməsinə nə əlaqəsi olsun? Tsunamidən danışırıq. B getdi. Large, low and low ocean waves, deyir böyük və alçaq olan okean dalğaları, an island country, ada ölkəsi, əsla, damage in Indonesia, İndoneziyadakı zərər, bu da doğru deyil. Məncə, tsunamidən söhbət getdiyinə görə A variantını yəqin ki, götürə bilərik. Sonra 4.1-də tsunami only can happen by a meteorite falling into the ocean. Meteoritin deyir ki, okeana düşməsi ilə yalnız baş verə bilir. Yalnız bununla baş verə bilir deyirsə, avtomatik səhv olacaq, həm də only var. Baxın uşaqlar, bir şey deyim, unutmayın. Only, hardly, never, all, always tipli sözlər varsa, cümlə adətən səhv olur. Bax, adətən demək o demək ki, həmişə deyil, adətən. Yəni, onun istisna halları var. Elə cümlə olar ki, only olan cümlə düz olar. Nə bilim, always olan cümlə düz olar. All olan cümlə düz olar. No olan cümlə, never olan cümlə düz olar. Yaxşımı? Yəni, Özləm müəllimə dedi ki, tutaq, only olan cümlə
Səhv olur, hadi mən baxmayım. Elə bir şey deyil. Mən deyirəm adətən səhv olur. Demək sən baxmalısan buna. Yəni mən məsələn B variantını seçirəm, amma indi fikir versiniz mən hər listeningdə nəyin doğru, nəyin yanlış olduğunu deməyimə rəğmən listeningdə qulaq asıb o hissəni qeyd eləyirəm. Yəni qeyd eləmədiyim hissə yoxdur fikir versiniz. Mən müəllim olaraq bunu edirəmsə, siz şagird olaraq yəni məndən əvvəl etməlisiniz də, düzdür? Mən əmin olduğum halda bunu edirəmsə, siz əmin olmamısınız, 100% etməlisiniz deməkdir. Əsla şansa buraxmamalısınız, yəni qısaca. 4.2-də deyir, the first wave of a tsunami is as strong as the others. Deyir ki, tsunaminin ilk dalğası digərləri kimi güclüdür. Məsələn, mən bu haqda heç bir fikrim yox, təbii ki, qulaq asıb biləcəm. Sonra üstdə 4.3-də deyir ki, bir dəqiqə. The waves of tsunami can destroy everything on their way. Tsunami dalğaları yollarındakı, qarşılarındakı hər şeyi məhv edirlər. 4.4-də tsunami which happened in the Indian Ocean. Hind okeanında baş verən tsunami damage 14 countries, 14 dənə ölkəni məhv etdi, zərər verdi. Bilmirəm. Baxaq görək nə deyəcək. Okay. Bir saniyə. Unit 15. Listen to the passage and answer the questions from 1 to 4. A tsunami is one of the most dangerous disasters caused by the ocean. Caused by the ocean. Okean tərəfindən səbəb olur, düzdürmü? Yəni A variantı olacaq burada. Consists of series of large ocean waves. A tsunami is usually caused by an underwater earthquake or volcanic eruption or landslide. Landslide dedi, volcanic eruption dedi. Yaxşı, indi burada by earthquake bir də landslide yazdı. Volcanic eruption məsələn yazmayıb. D-ni çıxartsın. Hə, bir də. Bir saniyə gözləyin. Məsələn, it only can happen by a meteorite falling into the ocean. Avtomatik səhv olacaq. Niyə? Çünki mənə nə saydı? Vulkan püskürməsi, torpaq sürüşməsi, zəlzələ bunları dedi. It doesn't happen very often. It doesn't happen very often. Tez baş vermir. Burada deyir tez baş verir. Acetdi. A tsunami can also be caused by a meteorite falling into the ocean. Meteorit deyir ha, amma demir only. Yalnız meteorit tərəfindən baş vermir. Səbəb olunmur. Bayaqdan saydı axı, gör nə qədər şey dedi. The waves of tsunami can be as high as 100 feet. As high as 100 feet. Bax burada nə yazıb? As low as yazıbdı. Nə oldu? C variantı səhvdir deməkdir, heç nə. Tsunami is a Japanese word, as Japan is an island country and is struck often by tsunamis. Another word used for a tsunami is killer waves. The first wave of a tsunami is weaker than the waves that come afterward. Weaker than the waves after that. Deyir ki, ilk dalğa digərlərinə zəif olur. Digərlər kimi güclü olur yazıb səhvdir, false olacaq B variantı. Bir də burada indi baxaq görək nədir? Deməli 100 feet deyəndən sonra səhv eləmirəmsə bunu dedi. Bu B variantı qalsın. Destroy and extract. Tamam, bu qalsın hələ ki. Tsunami waves can cause enormous damage. These waves can destroy boats, buildings, cars, bridges, trees, and almost everything in their way. B variantı. The most devastating tsunami happened in 2004 in the Indian Ocean. The deadly waves of this tsunami struck 14 countries and the worst damage was caused in Indonesia. Struck 14 countries. Zərər verib hara? Deməli 14 ölkəyə. Bu oldu. Deyir ki, can destroy everything on their way. Yollarındakı hər şeyə zərər verə bilər. Doğrudur. Burada da deməli niyə killer waves, niyə öldürücü dalğalar adlanır? Məhv etdiyinə görə olar da, düzdür? C variantı götürərik burada. Çünki zaten listeningimizdə də bunu qeyd edir. The great size, böyük ölçüdə nə edir? Məhv edir ərazilər. Bu belə. Başqa qalmadı listingimiz. Okay, keçək short textlərimizə.
Nə deyir bizə? Deyir ki, for the attention of all people who love cooking and eating foods. Deyir ki, deməli, yemək bişirməyi və yemək yeməyi xoşlayan bütün insanların diqqətinə. We have our International Cuisine Festival. Deyir, beynəlxalq mətbəx festivalımız var bu həftə sonu. There are global flavors from Thai curries to Italian pastas in this festival. Deyir ki, deməli bu festivalda qlobal dadlar deməli olacaq, hansı ki Taydan tutmuş İtaliya pastalarına, makaronlarına kimi. Please don't miss this. Zəhmət olmasa bu fürsəti əldən qaçırmayın. Bunu qaçırmayın. People who prefer different flavors miss the festival. Deyir ki, müxtəlif dadları xoşlayan insanlar bu festivalı ötürdülər. Xeyr, belə bir şey demir. Festival deyir ki, reklam edir, elan edir və yaxud da yalnız İtaliya mətbəxini və Tay mətbəxini. Xeyr, belə bir şey demir. Yəni Taydan tutmuş deyir ki, İtaliyaya gedər. The people who took part in festival approved the meals. Deyir ki, festivalda iştirak edən insanlar yeməkləri bəyəndi. Bununla bağlı heç bir fikrimiz yoxdur. Festival deyir ki, İstəyir elan etsin mətbəxi, müxtəlif mətbəxlərdən olan belə deyək, yeməkləri, mətbəxlərini etsin, elan etmək istəyir. Bəli, düzdür. Y variantda deyir ki, beynəlxalq mətbəx festivalı baş verəcək İtaliyada. Xeyr, elə bir şey demir. 6-da calling all people who prefer reading. Oxumağı üstün tutan, oxumağı xoşlayan bütün insanlara səslənir. Our annual book fair advertises a wide selection of genres from all ages. Deyir ki, bizim illik kitab deməli yarmarkamız elan edir böyük hissədə, deməli bütün yaşlar üçün olan janrların böyük bir hissəsini elan edir, reklam edir. You will also meet local authors and discover your next favorite books. Deyir ki, sən həmçinin yerli müəlliflərlə tanış olacaq, görüşəcəksən və növbəti sevimli kitablarını deməli kəşf edəcəksən. Join a world of imagination and storytelling. Deyir ki, təsəvvür və hekayə demə dünyasına qoşul. The book fair wants people to find out their authors. Deyir ki, kitab yarmarkası insanların müəlliflərini tapmasını istəyir. People who love reading, oxumağı sevən insanlar reklam edir özlərinin sevimli janrlarını əsla. A wide section of genres was chosen by elderly people. Qoca insanlar tərəfindən seçilir. Zaten səhvdir, çünki all age yazmışdı. Yəni bütün yaş qrupları üçün keçərlidir. Kitab yarmarkası demək olar ki, hər ay baş verir. Annual yazmışdı. Annual, illik. İldə bir dəfə deməkdir. Aylıq yox. The book fair introduces different kinds of genres to people. Kitab yarmarkası insanlara müxtəlif növdə olan janrları təqdim edir. Bəli, Y variantı artıq düzgün variantımız olacaq. Sonra 7-də attention, diqqət deməkdir. Adventurous, macəraçıların diqqətinə. Join our outdoor adventure club for some activities such as hiking, camping, boating, etc. Deyir ki, bizim gəzinti, kamp etmə, deməli boating, avar çəkmə kimi deməli aktivitelərimiz üçün bizim çöldə olan macəra klubumuza qoşulun. Explore the great outdoors, make new friends and create unforgettable memories. Deyir ki, böyük çöldə olan aktiviteləri kəşf et, yeni dostlar edin və unudulmaz anılar, yəni unudulmaz xatirələr yarat. Let the adventure begin. Qoy macəra başlasın. Okay, incorrect, yanlış istəyirəm bu haqqda məndən. Okay. The people are invited to explore the nature. İnsanlar təbiəti deməli kəşf etməyə dəvət olunurlar. The adventurers criticize their great outdoors travel. Tənqid edirlər. Tənqidlə bağlı bir şey yoxdur. Səhvi istəyir, onda B bəndə. Members of club want to make friends. Dostlar edinmək istəyir. Klub istəyir insanlar klubun üzvü olsun. Bəli. Dədə deyir ki, klub istəyir insanlar, D-ni oxumuşam, pardon. Klubun üzvləri dəvət edir insanları onlarla birlikdə çöldə işləmək. Bəli, cavab B bəndə olacaq. Tənqidlə bağlı bir şey yoxdur.
Reading tekstimiz var. Biraz bərbət günləri çalışacağam oxuyum amma. Nature is one of the greatest blessing for human life. Deyir ki, təbiət insan həyatı üçün ən yaxşı belə deyək şeylərdən biridir. Blessing normalda xeyir-dua deməkdir, amma burada gözəl səslənmir də, yəni. Numerous poets, saysız hesabsız şairlər, yazarlar, rəssamlar have created poems and stories in the glory of nature. Deyir ki, təbiətin belə deyək, tənəzzüm etmək üçün, tərənnüm etmək üçün, daha doğrusu təbiətin tərənnümünü etmək üçün onlar çoxlu şeirlər və hekayələr qurmuşdur, yazmışdır, yaratmışdır. They truly valued nature which is reflected in their works even today. Deyir, onlar hətta bu gün də deməli təbiəti onların işlərinə təsir hansı ki onların işlərinə təsir edir bu təbiət. Onu nə edirlər? Dəyərləndirirlər. Essentially, əsas olaraq nature is everything we are surrounded by, like the water we drink, the air we breathe and more. Deyir ki, əsas olaraq təbiət bizim ətrafımızdakı hər şeydir. Hansı ki, içdiyimiz su, nəfəs aldığımız hava və daha çox. It is rich and exciting and consists of both living and non-living things. Deyir ki, o zəngin və maraqlıdır və həm canlı, həm də canlı olmayan şeylərdən ibarətdir. Nature has existed long before humans and ever since it has taken care of mankind. Deyir ki, təbiət insanlardan əvvəl mövcud olmuşdur və o vaxtdan bəri də insanlığın, bəşəriyyətin qayğısına qalıb. In other words, digər sözlərlə desək, it offers us protection against all kinds of damage and harms. Deyir ki, o bizi deməli bütün növ zərər və ziyanlardan qorunma ilə təmin edir. Survival of mankind, insanlığın sağ qalması, without nature, təbiət olmadan insanların sağ qalması. It's impossible. Nədir? Is impossible. Qeyri-mümkündür. We fulfill our healthy lifestyle by eating and drinking what nature give us. Təbiətin bizə verdiyi ilə, içməklə, yeməklə biz sağlam həyat tərzimizi sürdürürük, davam etdiririk, yəni. It provides us with water and food. O bizi su və ərzaqla təmin edir. Rainfall and sunshine, the two most important elements to survive, are developed from nature itself. Deyir ki, rainfall, şəlalə belə deyək də, şəlalə və günəşin parlaması, amma rainfall burada belə işlədir də, yağış olaraq. Çünki şəlalə nə əlaqə olsun, düzdür? Deyəcəyik ki, deməli, yağış və günəş şüası, hansı ki, iki vacib elementdir sağ qalmaq üçün, onlar bizi, deməli, təbiətin özü tərəfindən inkişaf etdirilir, onların özləri. Sonra bəs, further, bundan əlavə olaraq, the air we breathe, nəfəs aldığımız hava, the wood we use, istifadə etdiyimiz meşə, taxta, for various purpose, müxtəlif məqsədlər üçün istifadə etdiyimiz taxta, are a gift of nature only. Deyir ki, təbiətin yalnız bir hədiyyəsidir. In order to protect nature, təbiəti qorumaq üçün we must prevent it from damage. Biz onu zərərdən, ziyandan qorumalıyıq. Okay. Mətn haqqında da an important part of mankind, insanlığın vacib bir hissəsi. Numerous poets, saysız hesabsız şairlər yazarlar, xeyr. İnsanlar sağlam həyat tərzi, xeyr. Bütün növ zərər ziyanlar, xeyr. Gələcək nəsillər deyil, insanlığın vacib bir hissəsi, yəni təbiətdən söhbət gedir. 9-da deyir, what do people have to do to protect nature? İnsanlar təbiəti qorumaq üçün nə etməlidir? Deyir ki, yazarlar, şairlər yaratmalıdır, xeyr. Təbiəti zərərdən, ziyandan qorumalıdır, bu olar. İnsanlığın, bəşəriyyətin qarşısına qalmağı dayandırmalıdır, xeyr. İnsanları müxtəlif şeylərlə təmin etməlidir, xeyr. Onu təhlükənin qarşısını almaqdan çəkinməlidir, yəni onu təhlükəyə atmalıdır, səhvdir bu da. Sonra keçirik növbəti, yəni 10-cu sualımızda. Nature, təbiət deyir ki, insan həyatına əhəmiyyət vermir, yanlışdır, əhəmiyyət verir. Refuses to provide people with it. İnsanları yemək və içməklə təmin etməyi rədd edir, əksinə təmin edir. Had existed before humans appeared on earth. İnsanlar yer kürəsində mövcud olmazdan əvvəl var idi, mövcud idi. Bəli, C düzdür, oxuduq bayaq.
İnsanlara çoxlu zərər ziyan verir. Əsla. Consist of only mankind, yalnız insanlıqdan ibarətdir. Niyə? Heyvan, bitki, canlı, cansız varlıqlar da dedik axı. 11-də yanlış istəyir bizdən. İnsanların vəzifəsi, duty vəzifə deməkdir. İnsanların vəzifəsi to save nature for future, gələcək nəsillər üçün təbiəti qorumaqdır. Bəli, bu düzdür, götürməyəcəm. Nature supplies us with air, təbiət bizi hava ilə və müxtəlif məqsədlər üçün taxta ilə təmin edir. Okay, B də düzdür, işim yoxdur. Təbiət deyir insanların ətraflarında ehtiyacı olan hər şeydir. Bəli. Nature makes up neither living nor living things. Deyir ki, təbiət nə canlı, nə də cansız varlıqlardan ibarətdir. Amma əksinə həm canlı, həm də cansız varlıqlardan ibarətdir. D variantı yanlışdır. Təbiət insanları müxtəlif növ şeylərlə təmin edir. Artıq bu düzgün variantımız olmuş olacaq. Bu belə. 12-ci sualda doğrunu istəyir bizdən. Deyir, a number of authors, bir sıra müəlliflər, belə deyək, always glorify nature, həmişə tərənnüm edibdir təbiəti. Bəli, bu düzdür. Oxuduq. Mankind has existed long before nature. Deyir ki, insanlıq, bəşəriyyət təbiətdən əvvəl mövcud olmuşdu. Əksinə, təbiət bəşəriyyətdən, insanlıqdan əvvəl mövcud olmuşdu. Ona görə bu səhvdir. Sonra keçirik 3-cüdə. Nature provides people's healthy lifestyle by eating and drinking. Deyir ki, təbiət insanların sağlam həyat tərzini yemək və içməklə təmin edir. Düzdür. Living without nature is really possible. Təbiət olmadan yaşamaq mümkündür. Bayaq oxuduq ki, impossible, qeyri-mümkündür. Mümkün deyil. Yəni cavabımız 1 və 3 olmuş olur. Bu da belə.